Qlobal Terrorizm İndeksi 2025 hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reyting sıralanması təqdim olunub. Ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan birinci ölkə Burkina Faso, ikinci Pakistan, üçüncü Suriyadır. Azərbaycan terror təhlükəsi üzrə qeyd olunan sıralamada ötən illə müqayisədə bir reytingdə yüksələrək bu il 90-cı yerdə qərarlaşıb. Ölkəmiz birdən 100-ədək artan mümkün reyting həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytingə sahiblənib. Qeyd eləyək ki, Qlobal Terrorizm İndeks reyting sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır.